Vergi ödəyicisinin statistika orqanına təqdim etdiyi aylıq və ya rubrik olaraq dövriyyəsi barədə məlumatdır ki, bu 12 nömrəli hesabatlarda əks olunur. Müəssisələrin fəaliyyətindən asılı olaraq hesabatlar 12 istehsal sənaye, 12 ticarət, 12 rabitə, 12 xidmət və s. kimi adlarına görə fərqlənir. Statistika hesabatını vermək üçün Statkovaza daxil olub e-xidmətlərdən rəsmi statistika hesabatlarının təqdim edilməsi hissəsinə keçid edirik. Ondan sonra təqdim ediləcək hesabatlar haqqında məlumat hissəsinə keçib statistika kodumuzu və parolumuzu daxil edirik. Bundan sonra artıq bizim üçün 12 ticarət, 12 istehsal, 12 xidmət hansını təqdim etməliyiksə, bunu həmin siyahıda görə bilərik. Bu müəssisə üçün 12 istehsal hesabatı aktivdir. Ona görə də biz həmin hesabata daxil olub məlumatları daxil edirik. Nəzərinizə çatdırmaq istəyirəm ki, 12 istehsal və yaxud da 12 xidmət əgər aylıq olaraq təqdim edilirsə, hər ay bitdikdən sonra növbəti ayın 5-ci iş gününün yarısına qədər təqdim edilməlidir. Yəni ayın 5-nə qədər yox, 5-ci iş günü saat 13-ə qədər hesabat artıq təqdim olunmalıdır. Hesabata daxil olduqdan sonra 12 istehsal hesabatının 12 xidmət və 12 rabitə kimi görünmədiyini görəcəksiniz. Burada artıq biz bütün aylar üzrə məlumatları görürük və növbəti ayda artıq bizim dövriyyəmiz nədirsə onu əks etdiririk. Statistika hesabatlarında diqqət olunmalı məqamlardan biri də hesabatlarda əks olunan məlumatların dəqiqliyidir. Məsələn, bu hesabat 1000 manat 1/10 dəqiqliklə təqdim olunur. Hesabatların bu hissəsinə diqqət etmək bizim dövriyyəmizin düz göstərilməsinə kömək edir. Məsələn, bizim dövriyyəmiz əgər 50.000-dirsə, biz burada yalnız 50 rəqəmini yazacağıq, çünki hesabat özü artıq 1000 manatla əks olunub. Dövriyyəni yazdıqdan sonra orada göstərmiş xidməti və görmüş işlərin dəyəri və özünün təqdim etdiyi xanalara müvafiq olaraq yazırıq və əlavə olaraq da cari ayda təqdim etdiyi hissələri doldururuq. Çünki əvvəlki ayda olan hissələr avtomatik olaraq burada görünmüş olur. Və hesabatın tərtib olunmasına vaxt hissəsinə qeyd edib hesabatı qeyd edirik. Yenə də hesabatda hansısa yanlışlığımız varsa, o zaman o bizim üçün burada görünür. Və əlavə olaraq 12 xidmət hesabatını digər müəssisə üzərində göstərmək istəyirdim. Əksər müəssisələr 12 xidmət hesabatı verdiyindən 12 xidmət hesabatının görüntüsü 12 istehsal hesabatının görüntüsündən fərqlənir. Burada artıq biz yalnız cari ay üzrə təqdim etməli olduğumuz məlumatı yazırıq. Əvvəlki dövrdə olan məlumat avtomatik olaraq görünür. Çünki biz onu keçən ay təqdim etdiyimiz hesabatda göstərmişik. Və bundan əlavə biz hesabatın tərtib edilməsinə olan vaxt hissəni artıq 12-ci sətirdə qeyd etmiş oluruq. Və hansı fəaliyyət növü üzrə xidmət təqdim ediriksə, onu aşağıda əlavə edib, dövriyyəmizi bir də orada əks etdirib, hesabatı qeyd edirik və ondan sonra hesabat qeyd olunarsa, artıq hesabatı çap edib PDF şəklində özümüzdə saxlaya bilərik. Statistika orqanına təqdim edilən aylıq 12 hesabatlar barədə bu qədər. Əgər sizə başqa hansısa hissə maraqlı gəlirsə, o zaman rəylərdə bildirə bilərsiniz.